Dəyərli müəllimlər, deməli belə bir maraqlı bir sual atmışdılar müəllimlər mənə. Gördüm qəşəng sualdır, istəyirəm ki onu sizinlə paylaşam. Maraqlı sualdır. Deməli yer səthindən şaquli yuxarı atılan 200 qram kütləli cismin kinetik enerjisinin zamandan asılı qrafiki verilmişdir. Cismin düşmə müddətinin yarısında tam enerjinin potensial enerjidən neçə joule çox olduğunu hesablayın. Havanın müqaviməti nəzərə alınmır. Və eyni zamanda nəzərinizə çatdırım ki, bizim onlayn dərslərimiz MIQ üçün onlayn dərslərimiz davam edir. Yəni ciddi məşğul olmaq istəyən müəllimlər, fizikanı dərindən öyrənmək istəyən müəllimlər bizim dərslərimizə qoşula bilər. Deməli, vaxt itirmədən testə başlayaq. Deməli, sual belədir. Bax, cisim yerdən atılır. Bunu təsəvvür eləmək lazımdır. Yəni, cisim yerdən atılır yuxarı. Bax, bu cismin qalxma müddəti 4-dür. Deməli, bu cisim 4 saniyə yuxarı qalxır. Bu 4 saniyə yuxarı qalxır. Burada sürəti 0 olur, sonra düşür aşağı. Deməli, cisim hansı sürətlə yuxarı atılırsa, həmin sürətlə də yerə dəyir. Deməli, bu cisim əgər 4 saniyə yuxarı qalxırsa, onda belə çıxır ki, bax, burada yazıram, T qalxma bərabərdir V0 böl G. Maksimal hündürlüyə qalxma müddəti. Onda buradan bu da bərabər 4. Onda belə çıxır ki, bu cismin başlanğıc sürəti 40 metr böl saniyədir. Aha, baba 40 ilə atılan cisim. İndi bizə deyir ki, düşmə müddətinin yarısı 2 saniyədir. Yəni belə bir bura çıxanda, bax bura çıxanda 2 saniyə deməli olur. 2 saniyə. Bizdən də soruşur cismin düşmə müddətinin yarısında. Yəni bu nöqtədə potensial tam enerji potensialdan neçə joule çoxdur. Yəni Y tam çıx, Y potensialı bizdən soruşur. Tam enerji bilirik ki, istənilən nöqtədə sabit qalır. Yəni elə yerdən atılan anda tam enerjiyə malik olur da cisim. Deməli, onda tam enerjinin düsturu nətərdir? MV0-ın kvadratı böl 2. M verilib bizə 0,2 qramı kiloqrama çevirdim. Başlanğıc sürət 40-dırsa, bunun kvadratı ilə 1600 böl 2. Deməli, bu 0-dan bu 0 getdi. Bu 2 ilə bu 2 getdi, oldu 80. Daha doğrusu üzr istəyirəm, 160 joule. Deməli, tamı tapdım 160. İndi burada bunun potensial enerjisini tapmaq üçün mən hökmən H-ı tapmalıyım. H bərabərdir V0T. Çünki cisim yuxarı atılanda yavaş hərəkət edir. Çıx, JT kvadrat böl 2. V0-ımız 40-dır. T, bizə deyir axı 2 saniyədə. 40 vur 2 çıx, 12-yə böldüm 5 vur, 2-nin kvadratı 4. Bu da eləcək 80 minus 20, bu da eləcək deməli 60. Deməli 60 joule. Aha. H-ı tapdım 60, üzr istəyirəm, 60 metr. 60 metr tapdım H-ı. İndi mən buradan potensial enerjini tapa bilərəm də. Potensial enerji nəyə bərabərdir? MGH. Bu da bərabər. M-imiz var 0,2. J 10'dur. H da tapdım da 60. Bu 0-dan bu 0 getdi. Eləcə 2 6'nın 12. 120 joule. Aha, potensialı tapdım. 160'dan da çıxıram. Deməli 120'ni tapıram. Deməli 40 joule. Cavab eləcək 40 joule. Diqqətinizə görə sağ olun.